Və biz indi baxırıq 8-ci sualla davam edək. Model tipli testlərdəndir jurnalda olan 2026 və bu to tələb edən və ing tələb edən feillərdir. Gerund və məstər, infinitiv. Biz bu cür feilləri uşaqlar əzbərləməliyik mütləq. Decide, promise, plan, refuse, reject, hope, learn bu cür feillər və bunun davamı da var. Mütləq özündən sonra to tələb edəcək, yəni to-lu məstər. Enjoy isə gerundlu feilin sonu ing ilə düzələr. Bu feillərdə tək enjoy yox, finish, mind, sonra verə bilərik postpone, delay, avoid və sonu və sözönlü feillər də verə bilərik burada. Çox diqqətli olun, ing tələb edəcək. Bu baxımdan decide dedi ki, to tələb etdiyinə görə B variantı gedəcək, ing ilə işlənməz, yedə gedəcək. Enjoy isə ing ilə işləndiyinə görə, ing-li feil tələb etdiyinə görə A variantı da gedəcək, qalacaq D variantı. She decided to study and she enjoys experiencing and orada da and bağlayıcı olduğuna görə hər iki tərəfi ing-li olmalıdır. Və bu tür feilləri mütləq və mütləq əzbərləyin. Və indi biz lövhədə məstər tələb edən feilləri görürük. Mütləq bu feilləri əzbərləmək lazımdır. Mütləq özündən sonra to hissəciyi tələb edəcək. Magmək, məstər, promise, söz vermək, decide, qərara gəlmək, offer, təklif etmək, refuse, imtina etmək, rədd etmək, hope, ümid etmək, try, cəhd etmək, plan, planlaşdırmaq və mütləq to hissəciyi ilə işlənəcək. Əzbərləyin inşallah bunları.